Bugün sizlərə müəllimin sertifikasiya bələdçisi kitabından 1.1 əsas anlayışlar mövzusunun testlərinə baxacağıq. Birinci sual, uyğunluğu müəyyən edin. Birdə verilən hər hansı məlumatlardır və onların mənalarının olub-olmaması bir mənası yoxdur. 1-ə A. Mənasının olub-olmamağına əhəmiyyəti yoxdur, verilən olması üçün. İnformasiya mənası olan veriləndir. Yəni biz başa düşməliyik onu. 2-yə B. 3-ə də biri isə qərar qəbul etməyə imkan verilən məlumat. Yəni qaydalar əsasında qərar qəbul etmək lazımdır. 3-ə də C. Bu da oldu. Uyğun cavab variantı E variantı. İkinci sualda uyğunluğu müəyyən edin. Analoq informasiya təbiətdə mövcud olan informasiyadır. 1A. Kəsilməz informasiyadır. Dedi, ora aiddir. Və virusa yoluxmaya təhlükəsi yoxdur. Dedi, ona aiddir. Sonra rəqəmsal informasiya kəsilən informasiyadır. Rəqəmsal informasiya həm də diskretdir. Diskretin mənası ilə kəsilən deməkdir. Bir də kompüterdə mövcud olan informasiya. 1-ə A, D, E, 2-ə də B, C. Cavab variantı B variantı. Üçüncü sualda kəsilməz informasiyalar başqa cür necə adlanır? Kəsilməz informasiya analoq adlandırılır. 3-ə A. 4-də hər hansı nəticə əldə etmək məqsədi ilə informasiya üzərində aparılan əməliyyatlar ardıcıllığı informasiyanın prosesləri, yəni informasiyanın saxlanması, qəbulu, saxlanması, emalı və ötürülməsi. 5-ci sualda informasiyanın hansı xassəsi obyekt və hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Bu xassə tamlıq xassəsidir. Qərar qəbul etməyə kifayət olmalıdır. Tam məlumat. 5-ə B. Şəxsi fikirdən asılı olmayan informasiyanı necə adlandırmaq olar? Obyektivdir, yəni şəxsi fikrə asılı olmayan. 6-ya C. 7 insan informasiyanı neçə duyğu üzvü vasitəsilə alır? 5 duyğu üzvü vasitəsilə də alır. Bunlar göz, qulaq, burun, dil və dəridir. 7 də B-dir. 8-ci sual. ADC informasiyaları başqa cür necə adlanır? Analoq, rəqəmsal, yəni digital, konvektor çevirsək, E variantı analoq rəqəm çevirici. 9-cu sual. İnsan informasiyanın ən çoxunu hansı duyğu üzvü vasitəsilə alır? Gözlə 90%. İnformasiyanın bir formadan digər formaya çevrilməsi zamanı onun yalnız forması dəyişməsinə nə deyilir? Hansı emal formasıdır? Bu informasiyanın kodlaşdırılmasıdır. Ona B. 11 normal insan həyatı boyu daha çox hansı növ informasiya alır? Görmə informasiyası 11-də də A variantıdır. 12-də hər hansı məlumatlardır və onların mənasının olub-olmaması elə bir önəmi yoxdur. Bunlar birinci sualda da olmağında bilirik ki, verilənlərdir. 12-yə də D variantı. 13-cü sual dekodlaşdırma nədir? Dekodlaşdırma informasiyanın ilkin təqdim olunma formasına qaytarılmasıdır. Cavab oldu 13C variantı. İnformasiyanın emalından əvvəl və sonra alınan informasiya nə adlandırılır? Bu sualda əvvəl informasiya necə daxil olur? Giriş qurğusu ilə emal vaxtında. Giriş qurğusu əvvəl giriş, sonra isə çıxış olur. 14-də cavab C variantı. 15. Formal dillər. İnsanın müxtəlif fəaliyyət A variantıdır.
İnsanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Bunlara riyazi düsturlar, notlar, musiqi notları. 15 oldu. A variantı 16 informasiyanın əsas xassələri. 16-da tamlıq, etibarlılıq, aktuallıq, obyektivlik, anlaşıqlıq bunlar əsas xassələrdir. 16 A variantı. 17 uyğunluğu müəyyən edin. Dil daddır. 1-ə A. 2 burun qoxudur. 2-ə B. 3 dəri taktildir. 4-də göz vizualdır. Vizual informasiyanı alır. Yəni qəbul etdiyi informasiyalar. Burada qulaqla da səsi qəbul edirik. E variantı. A, B, C, D, E. Burada da cavab D variantı. 17-də D. 18. Kompüterlər hansı informasiyaların köməyi ilə fəaliyyət göstərir? Rəqəmli 18-də A variantı rəqəmli informasiya ilə. Yəni rəqəm 0 və 1 ilə. Sonra 19-cu sualda informasiyanın düzgün ötürülmə sxemi ardıcıllığı hansıdır? Birinci informasiyanın mənbəyi olmalıdır. 2 ilə başlamalıyıq. Sonra 2 ilə başlayalım. Sonra kodlaşdırıcı qurğu olmalıdır. Və sonra 2, 1 bura qeyd edək. 2, 1 rabitə kanalı 4 və 5 dekodlaşdırıcı və qəbul edici olmalıdır 3. Burada da cavab 2, 1, 4, 5, 3, B variantı. Cavab oldu B variantı. Tamam. 19 B variantı. 20-ci sual. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan informasiya üst-üstə düşərsə, onu necə hesab etmək olar? Etibarlı hesab etmək olar. Ayrı-ayrı mənbələrdən üst-üstə düşəndə etibarlı informasiya olur. 21-ci sual. Qeyd olunan xassələr aşağıda verilmiş təriflərlə uyğunlaşdırın. Burada 21-də obyekt və ya hadisə haqqında toplanmış informasiya miqdarıyla müəyyən olunur. 1-ə 1 tamlığa aiddir. 1-in olduğu, yəni tamlıqda olduğu hissələr B variantı ilə E variantındadır. Sonra baxırıq, əgər 6 da uyğun gələrsə tamlığa cavab belə B variantı olur. Verilmiş məsələnin həlli etmək üçün kifayət edən informasiyadır. Bəli. Tamlığa aiddir. Cavab oldu B variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur. 22-ci sual. 22-ci sualda bizə Euler-Venn diaqramına əsasən vizual və səs informasiyaları arasında uyğunluğu müəyyən edin deyilir. Normal insan həyatın boyu daha çox bu növ informasiyanı alır. 1-ə A. Aldığımız informasiyanın təxminən 9%-ni bu növ informasiyadır. 2-ə B. İnsanlar informasiya qəbul etmə vasitələri hesab edilir. Bu ikisinə də aiddir. 3-ə C. Aldığımız informasiya təxminən 90%-ni bu növ informasiya təşkil edir. 1-ə D-də aid oldu və bu növ informasiya adətən qulaq vasitəsilə alınır. Bu da səs informasiyasına aiddir. 1-ə A, D, bu da oldu D variantı. 2-ə B, E, 3-ə C oldu. Cavab D variantı 22-də. 23-cü sual uyğunluğu müəyyən edin. Tamlıq
A'dan başlayaq. Obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Bu tamlığa aiddir. Adekvatlıq informasiyanın obyektiv gerçəkliyə uyğun olması. Adekvatlıq 2-yə B uyğun gəlir. Anlaşıqlıq informasiyanın alan şəxs tərəfindən başa düşülən olması. 3-cə cari informasiya aktual informasiyadır. 4-də D isə şəxsi mülahizəsinin alınma üsulundan asılı olmayaraq çox az asılı olan informasiya. 5-ə E informasiyanın tərif oluna bilməsi. Etibarlılıq 6-ya da F. 1-ə A ilə cavab A, B, 2-yə B, 3-ə C. Cavab A variant. 23. 24-cü sual. İnformasiya emal prosesinə aid doğru fikirləri müəyyənləşdirin. İstifadəçi Excel proqramında cədvəl faili yaradır. Emala aiddir. Murad informatikadan yoxlama tapşırığı yerinə yetirir. Bəli, bu da emala aiddir, düzdür. Dosta yazılan mesaj bir telefondan digərinə göndərilir. Bu ötürülməyə aiddir. Müəllimin keçdiyi dərs barəsində qeydlər götürməyə, bu saxlanmaya aiddir. Kompüterdə cari gedən proses RAM-da saxlanılır, bu da saxlamaya aid. Kompüter mikroprosesorun hesablamalar işlərini yerinə yetirir, bu da emala aid. 1, 2, 6 A variantı. Normal insan dad informasiyasını hansı duyğu üzvü ilə alır? Dillə alır. 25-ci sualda B variantı. İnformasiya ölçü vahidlərinin artan və ya azalan sıra ilə düzülməsi informasiya emalının hansı növünə aiddir? Çeşidləmə növünə, D variantına aiddir. 26-cı sualda D variantı. 27-ci sual. Hansı variantın uyğunluğu düzgün verilmişdir? Kompüter, rəqəmsal, insan analogdur. Bəli, düzdür. 27-ci sual C variantı. 28-ci sual. İnformasiya xassələrinə görə uyğunluğu müəyyən edin. 1. Obyektivliyə aid olan informasiyanın digər şəxslərin fikrindən asılı olmaması. Bu, obyektiv fikrə aiddir. Şəxsi fikrə aid olmamağından gedir söhbət. Ona görə obyektivdir. 2-yə toplanılan informasiya miqdarı ilə müəyyən olunan tamlıq xassəsinə aiddir. 2-yə B. Etibarlığa şəxsi düzgün qərarlar qəbul etməyə kömək edən informasiyadır. Etibarlı informasiya E variantı. 3-ə də E variantı. Cavab oldu B variantı. 28-də. 29-cu sual da musiqi təhsili alan Səbiyə yaxın dostu Leylaya yeni bəstələdiyi musiqi notlarını göndərdi. Amma Leyla musiqi təhsili almadığı üçün heç nə başa düşmədi. Leyla üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Burada anlaşıqlıq xassəsi pozulub. 29 D variantı. Çünki Leyla musiqidən heç nə bilmədiyinə görə anlaşıqlıq anlamırdı onu. Ona görə anlaşıqlıq xassəsi pozulub. 29 D variantı. 30. Tural oyun zamanı gizli otağın qapısını açmaq üçün 3 ədəd şifrə tapmışdır. Amma gizli otağın 3 ədəd şifrəsi var və Tural bilmir ki, bu şifrələrin hansına uyğundur. Burada Tural informasiyanın tamlıq xassəsini pozur. Çünki məlumat tam deyil, hansına aid oldu. Burada tamlıq xassəsi pozulmuşdur. 31-ci sual. İnformasiya üzərində aparılan əsas əməliyyatlar hansı cavabda doğru qeyd olunub?
informasiyanın toplanması, saxlanılması, məlumat, yəni proseslərdən gedir söhbət. Burada da cavab olur 31-də D variantı. Kompüterə qoyulmuş istifadəçi şifrələri yanlış yığılarsa, avtomatik şifrə deyil, şifrə başqa şifrələrlə əvəz olunur. Səadətin ilk cəhdi uğursuz olur və artıq səadətdə olan şifrə üçün hansı xassəsə? Bu aktuallıq xassəsi, yəni cari şifrə dəyişir, yəni həmin şifrənin bir mənası olmur. 32 oldu D variantı. 33-cü sual. Məntiqi ardıcılığı tamamlayan aktuallıq, obyektivlik, anlaşıqlıq və burada da tamlıq olur. Çünki bu xassələrdir. Tamlıq xassəsi. O üstdə də E variantı. 34-də sosial şəbəkələrdə şagirdlərdən birinin ustasında belə bir məlumat paylaşılıb. Bələdçi 2022-2023-cü tədris ilində inqilab edəcək informatika sahəsində digər kitabların əvəzinə bələdçi kitablarından istifadə ediləcək. Bu məlumatı xarakterizə edin. Burada hər hansı bir şagirdin mənbə tam deyil, yəni burada etibarlılıq xassəsi pozulmuşdur. Etibarlılıq heç düzgün deyil. Sonra həm də məlumat şəxsi, hər hansı bir şagirdin şəxsi fikridir. Burada da obyektivlik deyil. Digər baxımdan da informasiyanın tam deyil, nə üçün, hansı vəziyyətlərə görə inqilab edəcəyi, necə formalaşacağı deyilməyib, ona görə tam deyil. Burada məlumat anlaşıqlıdır, bəli, amma natamamdır məlumat. Ona görə cavab D variantı. İnformasiya proseslərinə aid seçimləri uyğunlaşdırın. Burada saxlanma əsas fikirlər yazır olanda saxlayır da, yazıb saxlamaq kimi başa düşürük. Yazır 1-ə C. 2-yə şahidlər dəstə məruzə ilə çıxış edir. Bu 3-ə aiddir. A. Şahidlər məruzə üçün slaydlar yaradır. Yaratmaq da emala aiddir. 2-də B. 1-ə C, 2-ə B, 3-ə A. Cavab A variantı. 35-də də A variantı. 36-cı sual. Aşağıdakılardan biliyə aid olanı işarə edin. İnformasiyanın çoxlu dəyər vasitəsilə qəbul səhvdir. 2024-cü ildə dünyada yeni virus pandemiyası hökm sürəcək. Bu da bir səhvdir. Hansı belə deyək, fikri qeydə alıb deyir. Səhv bir fikirdir. 25 yaşı tamam olmuş şəxsə şəxsiyyət vəziyyəti dəyişməlidir. Bu da nəsə bir nəticəsi yoxdur. 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı Şuşa ili elan edilmişdir. Bəli, doğrudur. Burada 36-da D variantı. 2023-cü ildə Türkiyədə dəhşətli zəlzələ baş verəcək. Bunu əvvəlcədən bilmək olmaz. 36-da D variantı. 37-ci sual. 37-də uyğunluğu müəyyən edindir. 1-də görmə informasiyası müxtəlif qiymətləndirməyə görə bu növ informasiya aldığın bütün informasiya 80-90%-ni təşkil edir. 1-ə D variantı. Dil vasitəsilə daxil dad informasiyası 3-ə A. Qulaq vasitəsilə səs B. 1-ə D, 2-ə B, 3-ə A. Cavab A variantı. 37-də A variantı. 38-ci sual. Tural müəllim informatika dərsində yeni mövzuya uyğun Azər müəllimin hazırladığı video çarxı şagirdlərinə təqdim edir. Bu zaman Tural müəllimin informasiyanın hansı təqdim olunma formasında istifadə edir? Video çarx deyilsə videodan istifadə edir. 38-də E variantı. 39-cu sualda Gülyanaq ingilis dilində olan mətni Azərbaycan dilinə çevirməyə çalışır. Gülyanaq bunu edərkən hansı informasiya prosesi baş verir? İnformasiyanın emalı, onun da kodlaşdırma
istifadə edir. Cavab A variantı 39. 40-cı sualda qrafik informasiya belə deyək ki, yol hərəkəti nişanları qrafik informasiyadır. Birinci. Bir də edir robotların yığılma sxemidir. Mətn informasiyası, tortun reseptinin hazırlanması 2-yə A. Ədədi informasiya, futbol oyununun hesabı 3-ə B və riyazi ifadələrinin qiyməti. Bu da oldu. D-də 3-ə aid oldu. 1-ə C, 2-ə E, 1-ə C, 2-ə A, 3-ə B-də oldu cavab. Cavab C variantı 40-cı sualda. 41-ci sual. Uyğunluğu müəyyən edin. İnformasiya xassələri verilib. Etibarlı xassəsinə uyğun olan, əgər informasiyanın obyektin vəziyyəti haqqında düzgün qərar qəbul etmək üçün kifayətdirsə, onda bu tamlıqdır. 1-ə D, 2-yə etibarlılıq ayrı-ayrı mənbələrdən üstə düşərsə, bu etibarlı informasiyadır. Obyektivlik isə informasiya başqasının fikrindən asılı deyilsə, bu da obyektivliyə aiddir. Cari zaman aktuallıqdır. Nəzərdə tutulan şəxs tərəfindən başa düşsə, bu da anlaşıqlıdır. Bu da cavab 1-ə D, 2-ə C, 3-ə A oldu. C variantı 41. 42-ci sual. İmtahana hazırlaşan Aydın televizorda imtahan bələdçisi verilişinə baxır. İlqar isə audiopleyer vasitəsilə dərs izahlarını dinləyir. Hər iki vəziyyətdə informasiyanın mənbələri müəyyən edin deyir. Biz burada baxarıq ki, İlqar audioplayerlə dərs izahlarına qulaq asır. İlqarda mənbə audioplayerdir. Yəni qulaq asdı, səsin gəldi. Aydında isə televizordan verilişə baxır, televizordur mənbə. Ona görə cavab 42-də C variantı. Uyğunluğu müəyyən edin. İnformasiyanın forması 43-cü sualda. 43-cü sualda bir mətn. Mətnə dərsliklərdə, jurnallarda, veb səhifələrdə bu 1-ə B-dir. 2-yə ədədi. Burada tarixi və zaman verilənlər, riyazi düsturlar. 2-yə C, 3-ə də sxemlər, çertiyojlar, qrafiki informasiyadır. 3-ə də D variantı. 1-ə B, 2-yə C, 3-ə də D. Cavab oldu B variantı 43-də. 44-cü sual. Uyğunluğu müəyyən edin. İnformasiyanın xassələri yenə verilib. Aktuallıqda cari zamandır. Bir vaxtçı sualdandır. Anlaşıqlıqda nəzərdə tutulan şəxs başa düşürsə 2-yə E-dir, 3-ə də tam informasiya D. Obyektin qərar qəbul etməyə kifayət etməsidir. 1-ə B, 2-yə E, 3-ə D. Cavab D variantı 44. 45-ci sual. Yeni informasiyanın yaradılması, məsələnin hesablamalar və ya məntiqi mühakimələr vasitəsilə həllidir. 1-ə D-dir yeni informasiya. Kodlaşdırılma mətnin başqa dilə tərcüməsidir. 3-ə A-dır. Bu zaman informasiyanın məzmunu deyil, forması dəyişir. Bəli, kodlaşdırmaya B-də aiddir. 3-ə də informasiyanın axtarışı kitabda, kitabxana kataloqunda, sxemdə və ya internetdə axtarış. 3-ə də C variantı. 1-ə D, 2-yə B, A, 3-ə C variantı. Cavab E variantı 45-də. 46-cı sual. 46-da Eyler-Venn diaqramına əsasən dad, qoxu informasiyası arasında uyğunluğu müəyyən edin deyir bizə. Burada
İlqar almalı tort yedi. Bundan dadından bilir ki almalı tortdur və Aysu kremalı dondurma yedi. Burada da daddan bilir. 1-ə adi elə olan variant A variantıdır. 2-də Şəfəq Jasminin qoxusu vurdu. Qoxuya aiddir. B. Duyğu nanəli isti çay içdi. Bu hər ikisinə aiddir. 3-ə aiddir, yəni kəsişməyə. E də Əsmər mağazadan ətir aldı. Ətir də qoxuya aiddir. Burada 46 A variantı. 47-ci sual. Bələdçi informatika məktəbinin şagirdi Əsmər heç bir rəsmi xəbər portallarına istinad etmədən öz Instagram sosial şəbəkə hesabından növbəti bazar testi dərs olmayacağını barədə paylaşım etdi. İlqar isə bu paylaşımı əsas tutaraq bazar ertəsi dərsə getmədi. Bu zaman burada İlqar hansı informasiya xassəsini pozmuş oldu? Etibarlılıq. Çünki başqa mənbələrdən də araşdırmalı idi ki, dəqiq etibarlı informasiyadır yoxsa yox. Ona görə etibarlılıq xassəsi pozulmuşdur. 47-də D variantı. 48-də müəyyən bir cihaz verilib. Bu da ədədi mətn məlumatlarını çevirmək üçün proqram quraşdırılmışdır. Bu məlumatın çevrilmə qaydasını müəyyən edin deyir və sual işarəsinin yerində nə yazıldığını müəyyən edin. Verilmiş əməliyyat hansı emal prosesinə aid olmağını da soruşur bizdən. Burada birinci elə hansı emal prosesinə aiddir? Burada kodlaşdırmaya aiddir. İnformasiyanın kodlaşdırılmasına aiddir. Və bir də əlavə olaraq da sual işarəsinin tapma qaydasına da baxa bilərik. Ədədləri kiçik ədəddə rəqəmləri kiçik rəqəmlə böyük rəqəmin cəmləyir və onları kvadrata yüksəldir. 2 ilə 8-in cəmləyir 10 eləyir, onun kvadratı 100. Burada 2 ilə 6, 8-in kvadratı, burada 1 ilə 4-dür. Burada 6 ilə 3-dür, 81, 2 ilə 9-dur, 11. 11 də kvadratı 121. Burada 2, 5 elə 7, 49. Burada da 2 ilə 6, 8 edir və 64 olur. Cavab tapır. 49-cu sual. Hansı halda emal nəticəsinin informasiyanın məzmunu dəyişmir? Burada şagird ədədi onluq say sistemindən bu kodlaşdırmaya aiddir. Onluq say sistemindən ikili say sisteminə keçəndə məzmun dəyişmir. Sadəcə görünüşü dəyişir. 49 oldu B variantı. 50-ci sual. 50-ci sualda hakimlər briqadasının verdiyi qərar uyğun olaraq futbolçu oyundan kənarlaşdırıldı. Verilmiş cümlənin informasiya hansı xassənin ödəndiyini burada obyektiv, yəni bir şəxsə aid deyil. Hakimlər briqadasında 4-5 şəxs olur və onların qərarları nəticəsindəsə bu da obyektiv fikrə gəlib çıxır. Oldu bu qədər.